bizim böyük alimlərimizdən biri, adını deməyim qalsın. Bu deyir ki, bir gün bir yerə dəvət eləmişdilər məni. Getdim, orada çıxış elədim, danışdım. Və söhbətimi tamamladım. İnsan kütləsi də çox idi. Elə düşəndə tribunadan bir nəfər gördüm, əllərini açıb belə gəldi, qucaqladı məni. O üzümdən, bu üzümdən öpdü, təşəkkür eləyir, dua eləyir məni. Mən də bu da təbii bir haldır da, yəni həmişə hara getmişik belə. Mən dedim, bu da o şəxslərdən biridir. Amma deyir, mənə belə baxdı, dedi ki, mənə tanımadın ağa. Böyle baxdım, dedim, yox, tanımadım. Deyir, yaxşı, bax, mənə tanımadın, yadında qalmamışam. Dedim, bir vaxt da tanısaydım, deyərdim də. Deyir, 30 il bundan qabaq. Belə dedim, yox, valla, ya o qədər adam görmüşəm mən. Deyir, 30 il bundan qabaq sən mənə söyməsəydin, mən indi adam olmayacaqdım. Deyir, baxdım ki, insanların arasında mən söyləyən də öyle baxı deyir. Bu da bu sözü deyir, biraz yaxşı çıxmır bu söz. İstədim, o rəhmətli Siyavuş adı Yergi Doyana. İstədim, belə deyəm, buna gördüm, yox da ilişmişəm. Dedim ki, yaxşı, necə olub məsələ? Deyir, indi bu danışır, həmin o hadisəni danışır. Deyir ki, bir 30 il bundan qabaq deyir, gəldim yanıma. Dedim ki, ağa, məsləhət almaq istəyirəm səndən, buyur. Mənim bir balaca evim var, bir daxmadı, filan məhəllədə yaşayıram. Kasıbçılıqdır, fəqirlikdir, çatdıra bilmirəm, dolanışıq filan. İstəyirəm o evi satam, amma çox ucuz qiymət verirlər də. Məsələn də belə deyək də 40 min pul verirlər məsələn. Dedim, yaxşı, sən də soruşdun ki, yaxşı satsan nə edəcəksən? Dedim ki, sataram, gedərəm bir dənə məsələn maşın alaram, onu ilə sürücülük eləyərəm falan. Ailəm də kirayədə qalar da, ev tutaram, saxlayaram. Dolanışıq da bunun üçün. Dedim ki, məsləhət deyir. Dedim, yox, ağa, satmaq istəyirəm. Deyir, sən bir dənə ayə dedin mənə. Yenə dedim ki, satmaq istəyirəm. Yenə başqa bir ayə dedim, biraz moizə elədim. Yenə dedim ki, yox, satmaq istəyirəm. Bir hədis dedin, nə bilim, daha söz qalmadı, hamısını dedin. Mən də elə sözüm bu oldu ki, ağa, yox, satmaq istəyirəm falan. Bir axırda qayıtdım ki, indi mən də bura tam şəkildə deyəm, dedim, sən nə uzun qulaq adamsan. Deyib, bu sözü dedim, mən sustum. Dayandım, deyir, çıxdım yanından, gəldim, oturdum evdə, axşam idi də. Sübhə qədər vuruşmuşam, deyir, mübarizə eləmişəm. Həm vicdanımla, həm şeytanla. Necə? Deyib, fikirləşdim ki, bu mənə bu sözü dedi ki, sən uzun qulaq adamsan, təhqir elədi də məni. İndi mən deyir, burada iki şeyin qarşısında qalmışam. Birincisi budur ki, o mənə təhqir elədi, deməli, düzgün insan deyil. Danışığını bilməyən adamdır, ədalətsizdir filandır. Mən onu qoy insanlara deyim, tanısınlar bunu. Cəmiyyətimizin alimi, qabaqda gedəni belə. Deyir, bunu fikirləşirdim. Bu birisi tərəfdən dedim ki, yox, bəlkə elə doğrudan da sən uzun qulaqsan, elə sözü düz deyib sənə. Deyir, səhərə qədər indi uzun qulağam, bunu şəxsiyyətim qəbul eləmir. Amma deyim ki, sən ədalətsizsən, o da mənim vicdanım, imanım qoymur. Səhərə qədər deyir, bu ikisinin arasında vuruşdum. Sübh vaxtında dedim ki, yox, elə sən uzun qulaqsan, o düz deyib sənə. Belə, bu qərara gələndən sonra deyir, səhər açılanda gördüm, qapı döyülür. Çıxdım qapıya deyir, gördüm ki, əli papqalı 1-2-3 nəfər kaçdığında gəliblər. Dedilər, bura plana düşür, bina tikiləcək burada. Bəs gəldilər, ölçdülər, pişdilər. Mən deyir, 40 minə satacaqdım evi, onlar mənə evimi qiymətləndirdilər 80 min. Mən deyir, orada başa düşdüm ki, deməli, doğrudan da mən uzun qulağam, ağa mənə sözü yerində deyib. Deyir, o uzun qulaqsan, yəni mənim deyir, həyatımı dəyişdi, işlərimi yoluna qoydu falan. İndi də deyir, şükür Allaha burada yaşayıram, hər şey də yaxşıdır falan. Gəldim ki, təşəkkür edəyəm sənə.